Salam əziz izləyicilər, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Belə bir gözəllik ilə videonu açmaq istədim. Artıq alça ağacları tamamilə gül açıb. Sanki ağappaq qardır. Demək olar həyətlərdə, bağlarda, hər yerdə alça ağacları belədir. Çünki ən tez açan alça ağaclarıdır. Ardıcı isə şaftalıdır, heyvadır. Onlar da asdıqda artıq olur rəngarəng. Bugün hava isti idi, istədim ev təmizliyini başladım. Burada pərdələri atmışdım, maşına yuyulurdu və əkin vaxtıma da az qalıb artıq. Ona görə də traktor gəldi ki, yeri şumlasın, yumşaltsın. Gələn aydan artıq əkin işləri başlayır. Ən tez kartof əkilir. Mən də kartuşkanı əkməliyəm, amma bayram təmizliyidir, şirniyyatlarıdır, hələ vaxtım yoxdur deyə gözləyirəm ki, bayram qutarsın. Sonra keçim kartuşkanı əkim, həm də Ramazan ayı da bitir, onsuz da az qalıb bitməsinə. Burada sayılı günlər qalıb. Ramazan ayı da qutarsın, sonra keçim kartuşkanı əkim. Bunları da hazırlayıram. Bitkilərin toxumlarından qoyaram ki, burada çıxsın. Gələn ay yerə köçürəndə daha asan olur, daha rahat olur. Yerə də, yəni torpağa da daha tez alışır, daha tez tutur, yanmır. Burada da bunu hazırlayıram. Tumları qoyub üstünü örtürəm ki, artıq vaxtıdır başlasın böyüməyə. Hazırlayıb yığdım üst-üstə. Bunlara badımcan, biber, acı biber, reyhan, yəni bu kimi bitkilərdən əkərəm. Bu toyumuzdan qalan şamdır. Bunu da qoymuşam servantda elə qalıb durub burada. Bu anamın cehizliyidir. Buna çox xoşum gəlirdi. Anamdan götürmüşəm. Burada qablarla yanaşı nə desəniz var. Kimin əlinə nə keçibsə qoyub bura. Həm yığış elədim, nə lazımsız idisə atdım. Yığdım əlavə şeyləri. Bu yumurta papaqlarıdır. Bayramdan bayrama işlənir. Yəni bəzən işlənir, bəzən heç işlənmir. Oğlum maşından qoyub. Bu zəmzəm suyudur, biri də Kərbaladan gələn sudur. Yəni biri Hacdan, biri isə Kərbaladan gələn sudur. Bunları özüm qoymuşam ki, digər sularla qarışmasın, atılmasın. Ona görə qoymuşam orada bir tərəfli. Pərdələri də açdım, aparıb atdım maşına yuyulmağa. Keçdim pəncərələri silməyə. Pərdələrim yuyuldu, sərdim. İstədim keçəm evə, bir də gördüm ki, artıq yenə cücələrim yoxdur həyətdə, yenə köhnə modundadılar, yenə qonşu həyətlərində. Yollandım onları gətirməyə. Öz həyətimiz çox böyükdür, çox genişdir, amma yenə bizim toyuqlar bu həyətə razı olmur, qane olmur. Yenə gəlirlər qonşu həyətlərinə. Bilmirəm bu feyxua ağaclarının altında nə itiriblər.
Dəli şeytan deyir, qoy bıçağı bunların boğazına kəs, yığ buzluğa. Gün olur, bəlkə 2 dəfə, 3 dəfə bunların ardıca belə məhlə gəzirəm. Qonşu hətinə gedirəm. Darvaza ki açıq olsa, bil ki toyuqlar həyətdə yoxdular. Gedib qonşulardan yığıb gətirməliyəm. Nəysə ki evin yolunu tutdular. Yarı aparım həyətimizə, darvazanı bağlayam. Gərək sonra başlayayım yenə işlərimə davam etməyə. Burada uşaqlara tapşırmışam ki, quşqalarını da yıxsınlar, nə ilə oynamırlarsa, yığılsınlar bir karobkaya, nə sınıq salfaqdırsa tullasınlar getsin. Oğlum da oturub onları yer yığış edir. Qızıma isə qab silməyi tapşırmışdım. Qabları tökmüşdüm önünə. Qızım da sağ olsun qablar silmişdi. Mənə artıq elə bir iş qalmamışdı. Mənim işim isə sadəcə qabları yerinə yığışdırmaq qalmışdı. Qabları yenə düzdüm. Yerinə servanta, yəni vitrininə. İllərdir durub burada. Elə bilirəm ki, illərcə də duracaq. Bunların artıq modu da keçib, modası. Əvvəllər bunlar modda idi, Madonna idi, Bagema idi. Bunların içindən bəzilərini işlətmişəm, bəzilərini heç ümumiyyətcə bir dəfə olsun belə işlətməmişəm. Hələ bakalları, o stəkanları demirəm. Bagemadır. Heç bunları qıymamışam işlətməyə. Elə beləcə də durub o servantda. Bir dəfə belə olsun işlətməmişəm. Nə qədər də işimiz olsa, yeməyi heç kim iptal etməyib, yemək hazırlanmalıdır, iftara da az qalıb. Ətli buzluqdan çıxarmışdım, sadəcə nə bişirəcəyimə qərar verməmişdim. Burada qərara gəldim ki, balaca küftələrlə, tərəvəzlərlə hazırlayım yemək. Bu yemək kanalımda da var, çox dadlı, çox fərqli bir yeməkdir. Ətə ətviyyatlarım vurur, duzdur, istiyotundur. Qarışdırırıq, balaca küftələr halında hazırlayırıq və bu küftələri yağda qızardırıq. Bu küftələri azca qızardıqdan sonra yağdan götürürük. Soğandır, bibərdir, kökdür, kartofdur. Bunları da elə həmən o yağda qızardırıq azca. Üzərinə tomat pastası, ədviyyatlarını əlavə edirik. Bir stəkan yarım da su. Tam odda bişiririk. Vallahi hər gün nə bişirim deməkdən bəzən elə insan yorulur. Bilmirsən nə bişirəsən, biri deyir quru yemək istəyirəm, biri deyir sulu yemək istəyirəm, biri içindəkini bəyənmir, biri ümumiyyətcə yeməyi xoşlamır. Valla ən böyük deyərdim ki, problemdir biz qadınlar üçün hər gün nə bişirəcəyini düşünmək. Sizdə necə xanımlar, sizdə də bu problemlər var və ya nə bişirsəz ailəniz onu sevə-sevə yeyir və ya uşaqlarınız yemək seçəndilər, yoxsa hər nə gəlsə önlərinə yeyirlər. Valla bizdə hətta əti də seçirlər. Biri deyir küftə yemirəm, biri deyir tikə əti yemirəm. Biri deyir ət suludur yemirəm, biri deyir qurudur yemirəm. Yəni belə bir problemlərlə rastlaşıram. Bizim vaxtı belə şeylər yox idi. O elə ixtiyarımız da yox idi. Nə önümüzə gəlsəydisə qabağımıza onu da yeyərdik. Bizdə hökmranlıq belə deyim nənəmdə idi. Nənəmin qorxusundan heç kim bunu bəyənmirəm, bunu istəmirəm deyə bilməzdi. Nənəmin bir sözü var idi ki, yeyirsən ye, yemirsən dur. Heç quru çörək belə yeməyə qoymazdı. Yəni qoymazdı ki, o çörək qoyulan qaba tabaq deyilərdi bizdə. Deyərdi ki, hünəri var, kimsə o tabağa yaxın getsin, yəni oradan çörək götürsün. Amma indiki uşaqlar məsələn nəyisə xoşlamırlar, yemirlər, elə böyüklər olsun. Götürüb azca uşaq ac qalmasın deyə bir yumurta bişirirsən və ya istədiyi bir şeyi tez bazar hazırlayıb verirsən ona. Amma bizim vaxtımızda belə bir şey yox idi. Bir vlogumun da sonuna gəldik. Bəyənib abunə olmağı unutmayın. Növbəti vloglarda görüşənədək sağ olun.